Təsəvvür eləyək ki, bir anlıq ümumiyyətlə İranın nüvə silahı var. Və əslində Amerika Birləşmiş Ştatlarının bəlkə də strateji hədəflərindən biri rejimi həm də ona görə dəyişməkdir ki, və nüvəsiz İran eləməkdir ki, həm də burada İsrail məsələsi var da, şübhəsiz ki, belə olduğu təqdirdə İsrail-Amerika işbirliyi, tandemi imkan verəcəkmiş ki, ümumiyyətlə İran buna nail olsun. Çox mürəkkəb dönəmdir. Biz görürük ki, bu tandemdə ciddi, belə deyək, daxilindən təhdidlər var da. Yəni, ənənəvi olaraq İsrail-Amerika tandemində dəyişiklik var. Və 12 günlük müharibə də göstərdi ki, güclə, müharibə ilə İranın nüvə proqramı qarşısını almaq mümkün deyil. İkincisi, biz görürük ki, son həftələr hansı hərbi texniki təchizat və dəstək Çindən gəlir İrana. Çox güclü bir dəstək gəlir. Dünənə kimi İranın əlində olmayan silah növləri və başqa bir hərbi texnika, belə deyərək, gəlir. O baxımdan İsrail-ABŞ tandemi də bunu anlayır. Bilirsiniz, mümkün deyil ki, Trump uğursuz bir hərbi kampaniyaya girişsin. 12 günlük müharibə nəticə etibarilə heç də uğurlu olmadı. Və bu afera ikinci dəfə təkrarlansa, Trump üçün çox ağır olar. Yəni, daxili siyasi baxımdan. Bu daha çox İsrailə lazımdır. İsrail hakimiyyəti çıxılmaz vəziyyətdədir Netanyahu. Netanyahu'ya dayanmadan müharibələr lazımdır. Ancaq bu yolla Netanyahu hakimiyyətdə qala bilər. Bəs ümumiyyətlə İsrail, Amerika Birləşmiş Ştatlarını bu prosesdə tələsdirir, yoxsa həqiqətən də bir zamanlar ki, iddia dolaşırdı, həm Körfəz ölkələri, bir çox Körfəz ölkəsi, ərəb ölkələri, həm də İsrail özü belə Amerika Birləşmiş Ştatlarını tələsməməyə çağırırdı? Bəs dediyim odur ki, Netanyahu tələsdirir. Maksimum Netanyahu istəyir ki, yeni hərbi kampaniyalar olsun və İsrail xalqı seçkilərdən təcrid olsun. Yəni, İsraildə seçkilər olsa, həmən Netanyahu hakimiyyəti gedəcək və külli miqdarda cinayət işi açılıb Netanyahu və onun Amma Trump da görürəm İsrailə dəstək vermir, yarımçıq verir. Yəni, o hərbi təchizat da tam olmasa, baxmıyoruz. Yəni, çox adam elə fikirləşir ki, avia daşıyıcı qruplar mütləq gəlib İranı vurmağa və mütləq gəlib İsrailin maraqlarını müdafiə etməyə. Siz o avia daşıyıcı qrupların durduğu nöqtələrə həm dənizlərdə, həm okeanda görürsünüz, hiss edəcəksiniz ki, bunlar əsasən Çinin nəqliyyat yollarının üstündə dururlar. Bəli, biz bilmirik, orada toplanan avia daşıyıcı İrana qarşıdır, İsrailin maraqlarını işləyir, yoxsa daha başqa bir məsələlər üçün orada toplanır. Təbii ki, indi biz iqtisadçı deyilik, ancaq burada bir maraqlı məqam da var da. Ekspertlərimizdən bəziləri də hesab edir ki, əslində Amerika Birləşmiş Ştatları böyük mənada istəyinə çatıb. Necə çatıb? Artıq onun böyük nəhəng hərbi gəmiləri, Lincoln kimi aviadaşıyıcı gəmiləri artıq Hörmüz boğazındadır və bu yola, əslində bu vasitə ilə nəzarət eləyəcək. Belə olduğu təqdirdə İrandan Çinə gedəcək məhsulların da qarşısını müəyyən mənada daha da kəsərli şəkildə kəsə biləcəyi düşünülən kifayət qədər çoxdur. Bəli, sözsüz ki, əsas ucuz İran neftinin, qazının, başqa bir təchizatın ucuz bu məhsulların bir qismi, hamısı yox, bir qismi dəniz yolu ilə, Hormuz körfəzindən və s. ilə gedir. Və hara gedir? Əsasən Çinə gedir. Çin iqtisadiyyatının dəstəyinə 2-3 dənə ölkə istəsə də istəməsə də verir bu dəstəyi. Biri Rusiyadır. Başıboş Rusiya-Ukrayna müharibəsinə girişəndən sonra su qiymətinə, öz neftini, qazını və başqa məhsulları özünə ziyan olaraq kömürünü Çinə satır və Çin iqtisadiyyatının çiçəklənməsinə faktiki dəstək verir. Biri də İran. Yəni, mən bilən daha strateji hədəf Amerika üçün Çinin ucuz, belə deyək, neft, qaz və başqa məhsullara çıxışını kontrolə ələ almaq, imkan verməmək. Deməli ilə Çindən danışmışkən, biz indi müharibə ehtimallarını da birlikdə dəyərləndiririk və 56 saat ərzində səhv eləmirəmsə, bir neçə gün öncə, bir həftə öncə təxminən Çinə məxsus 16 hərbi təyyarə Tehranın müxtəlif hava limanlarına eniş elədi. İçərisində nə olduğunu az-çox təxmin eləmək mümkündür. Və bundan bir neçə gün sonra yenidən daha bir xəbər yayıldı, Rizvan bəy. Vagnerçilərin olduğu ehtimal edilən təyyarənin Tehranın hansısa bir hava limanına eniş etdiyi ilə bağlı xəbərlər də yayıldı.
Wagner demək Rusiya deməkdir. Yəni nə qədər də adımızlı olsa da, Rusiya bu proseslərdə bu və ya digər formada iştirak edəcəkmi əgər savaş olsa? Biz 12 günlük müharibədə Rusif bəy yayda keçən il gördük ki, Rusiya lazımı dəstəyi verə bilmədi İrana və hətta İran-Rusiya münasibətlərinə gərginlik gətirdi. Rəsmi Tehran çox məyus oldu. Nəyə görə? Ukrayna savaşında özünüz də görürsünüz, Tehran dəridən qabıldan çıxdı ki, hər tərəfli əlindən gələn Rusiyaya dəstəyi versin. Amma cavab olaraq 12 günlük müharibədə lazımlı dəstəyi, deməli bu vəziyyətdə biz görürük ki, bu Çin-Amerika savaşının yeni meydançası olan İran məsələsində Rusiya belə deyək neytral vəziyyət. Neytraldır. Və burada daha maraqlı Çin olmalıdır. Yəni Rusiya bu mesajı faktiki olaraq Pekinə göndərir ki, ay Pekin, Ukrayna savaşında ən çox qazanan sənsən, yəni Çindir. Mən Rusiya olaraq bu savaşı sənə qazandırdım. Və burada məğlub olan Amerikadır. Ona görə Trump əlindən gələni edir ki, Ukrayna savaşı dayansın və başqa meydanda yeni bir savaş meydanı axtarır. O baxımdan aktiv fazaya Çin gəlməlidir. Rusiya mümkün deyil ki, bu rəzil vəziyyətində hansısa ciddi belə deyək, dəstək versin. Bilirsiniz, insanın beyni istəyir rəhbər olsun, istəyir kim olsun, bir istiqamətdə işləyir, ələfsus kişilərin. Ona görə bütün o Kremldə olan qalan bunların ağlı, gücü və resursu yönəldilib Ukrayna istiqaməti. İkinci cəbhə açılmaq Rusiya üçün tam fəlakət olacaq. Və daha da maraqlı eləyək mən istəyərdim müzakirəmizi. Siz bundan öncəki həftədə müzakirəmiz zamanı çox maraqlı məsələlərə toxunmuşdunuz. O zaman bildirdiniz ki, elə Venezuelanı da satan, Maduro'nu da satan ruslar olmuşdu. Və o gün də mən sizə sual vermişdim ki, əslində, misal üçün mən daha çox Natiq Cəfərlidən, Bədrəddin Quliyevdən hər zaman bu fikirləri eşidirəm qonağımız olarkən ki, zaman gələcək, Rusiya İranı da satacaq. Həm İran Rusiyanı satmağa hazırdır, həm də Rusiya İranı kim daha baha satacaq, əslində deyirlər dava onun davasıdır. Siz necə fikirləşirsiniz? Bəli, əslində bu belə deyək, üçlük var da, əsas Amerika üçün təhdid olan üçlüyə daxildir. Çin, Rusiya və İran. Yəni bunların nə qədər yaxın olmağı o qədər də Amerika maraqlarına təhdiddir. Və gəl etiraf edək ki, bunların içində ən zəif bənd İrandır, ikinci bənd Rusiyadır və Qərb çox maraqlı bir siyasət yeridərək bunların bu üçlüyünü laxladır. Əsas da zərbə dediyim kimi dəydi Rusiya-İran münasibətlərinə. Bəlkə də elə 12 günlük müharibənin əsas hədəflərindən də biri bu idi ki, Tehranla Moskva arasında münasibətlərə bir yeni format gətirsinlər ki, bunların ənənəvi olaraq ümumi təhlükəsizlik konsepsiyasına zərbə gəlsin. Yəni, Moskva ilə Tehran ümumi bir konsepsiyadan nə yaxın şərqdə, nə Cənubi Qafqazda çıxış edə bilməz. Və əslində buna nail oldu Qərb. O baxımdan kim kimi birinci satacaq məsələsi çox aktualdır. Əslində, bu vəziyyətdə Rusiya daha tez kimisə satmağa meyillidir və Moskvanın incilliyinin səbəbini də bilirsiniz nədir? Suriyada uduzan İran faktiki olaraq Rusiyanı da uduzdurtturdu. 2024-cü ildə Bəşər Əsədin getməyi və Suriyanın hakimiyyətinin dəyişməyi nəyə gətirdi? Rusiya da oradan sıxıldı, qovuldu İran da. Amma Rusiyanın orada mövcudluğuna əsas təminat verən İran idi. Yəni Moskvanın inciliyi baxız buradan başlayıb ki, ay Tehran, sən öz vədvə xilaf çıxdın. Biz yaxın şərqi, Aralıq dənizini itirdik, yəni Rusiya-İran olaraq, Suriyanı itirməklə. Və onun əvəzinə görürük ki, İrana lazım olan məqamda, yəni 12 günlük müharibədə cavab olaraq Rusiyada göstərdi ki, ənənəvi dəstəyi Tehrana vermir. Yəni burada laxlama hiss olunur. Görək 3-cü raundda kim kimə və bax indi savaş olsa, mən bilən Rusiya daha meyillidir satmağa. Buna görə ki, Rusiyanın vəziyyəti də çox ağırdır. Rusiya mən bilən hazırdır, amma bu böyük bir Rus marağı üçün strateji bir fəlakət olacaq. Bizim üçün, Qafqaz üçün isə bu çox əla bir kompozisiya olacaq.